Salam əziz izləyicilər. Bugün sizinlə çox asan hazırlanan qat-qat yağsız paxlava reseptini bölüşürəm. Bu resept həm sadədir, həm də nəticəsi inanılmaz dərəcədə ləzzətli olur. Əvvəlcə bütün maye ərzaqları bir qabda qarışdırıram. Üzərinə qabartma tozu və unu əlavə edib yumşaq xəmir yoğururam. Sonra xəmiri kündələrə bölüb 15-20 dəqiqə dincəlməyə qoyuram. Bu müddət ərzində isə içliyi hazırlayıram. İçliyin reseptini açıqlama bölməsində qeyd etmişəm. Hər kündəni nazik şəkildə açıram. Açdığım xəmirin üzərinə nişasta səpirəm ki, qatlar bir-birinə yapışmasın və bişəndə gözəl qat-qat olsun. Daha sonra xəmirin kənarlarından kəsik atıram və videoda göründüyü kimi qatlayıram. Qatladığım xəmiri yenidən mərdanənin köməyi ilə videoda göründüyü kimi açıram. Ortadan kəsirəm. İçliyi əlavə edib rulet formasında bükürəm. Daha sonra rulet formasını üçbucaq şəkildə kəsirəm. Üzərinə istəsəniz bəzək üçün fındıq da əlavə edə bilərsiniz. Hazır paxlavaları soba listinə düzürəm. Üzərinə yumurtanın sarısını çəkirəm. Əvvəlcədən isidilmiş 180 dərəcədə sobada bişirirəm. Paxlavalar bişdikdən sonra hər birini şərbətdə batırıram, bir müddət saxlayıb və düzürəm. Nəticədə yağsız olmasına baxmayaraq çox yumşaq, qat-qat və ağızda əriyən möhtəşəm paxlava əldə edirik. Əgər resept xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Yeni reseptlərdə görüşənədək. Hələlik.